və ya buna bənzər görüntülərlə tez-tez qarşılaşırıq. Piyada keçidindən istifadə etməyən vətəndaş ya qəzaya səbəb olur, ya da ən yaxşı halda qəza şəraiti yaradır. Bəzi hallarda isə piyada bilərəkdən özünü maşınların altına atır. Nəticədə isə sürücü də əziyyət çəkir. Bəs görəsən nə baş verməlidir ki, piyada məsuliyyətini dərk eləsin? Piyada keçidlərinin yaxınlığında piyadanın vurulması artıq biabırçı bir vəziyyətdir. Yəni keçiddən istifadə etmirlər, yolu hardan gəldi keçməyə çalışırlar, qaçaraq keçməyə çalışırlar. Çox biganə yanaşırlar. Yəni sanki avtomobil harda olsa dayanıb ona yol verə biləcək. Amma nəzərə almırlar ki, avtomobil bir texnikadır, əyləc işləməyə bilər, tutmaya bilər, vaxtında dayanmaya bilər, əyləc məsafəsi uzun ola bilər, sürət həddi və s. məsələlər tənzimlənmir. Yəni düşünmədən hərəkət edirlər. Amma ümumilikdə düşünürəm ki, piyadalarla bağlı nəzarət mexanizminin gücləndirilməsinə çox ciddi ehtiyac var. Mənim fikrimcə, mülki polislər, elə post patrol xidməti, yol patrol xidməti, mühafizə polis əməkdaşları bu işlərə cəlb olunsa çox yaxşı olar. Eləcə də ərazidə xidmət aparan çevik polis alayı əməkdaşları. Yəni kim harda bu qayda pozuntusunu aşkar edirsə, cərimə yazmaq səlahiyyəti olsun. Yoxsa ümid təkcə yol polisinə qalsa, yol polis əməkdaşlarının sayı o qədər də çox deyil ki, hər yeri nəzarət edə bilsinlər. Bax, bu məsələni bu formada tənzimləmək olar. Cərimələrin sərtləşməsinə ehtiyac yoxdur. Elə mövcud cərimələri tətbiq etsələr və cərimələrin ödənilməsini təmin edə bilsələr, bizə bəs eləyəcək. Mən düşünürəm ki, cərimələrin sayını, yəni məbləğini çoxaltmaq lazımdır. Yolu qanunsuz icazə verilməyən yerlərdən keçən şəxslərə qarşı söhbət ümumiyyətlə yol nəqliyyat sisteminin tənzimlənməsində həyata keçirilən bütün cərimələrə şamil olunur. Söhbət tək piyadalardan və yaxud sürücülərdən gelmir. Biz bir şeyi konkret başa düşməliyik ki, biz assimilyasiya olmalıyıq. Biz yol hərəkət qanununa tabi olmaqdan qabaq öyrənməliyik bu qanunu. Biz başa düşməliyik, yolu necə keçirik piyadayıqsa, maşını necə sürürük, harda saxlayırıq, harda olmaz və bu ciddi, ən böyük cərimələrlə tənzimlənməlidir. Bəs görəsən bu kimi hallarda sürücü məsuliyyətə cəlb edilir? Yol nəqliyyat hadisəsi zamanı hansısa şəxsin xəsarət alması, sürücü tərəfindən vurulması, deməli burada ilk öncə hüquq mühafizə orqanları tərəfindən bu məsələ araşdırılır və araşdırılma nəticəsində hadisə yerinin sxemi çəkilir. Bundan sonra isə deməli ekspertiza mərkəzinə, yəni məhkəmə ekspertiza mərkəzinə bu iş materialları göndərilir. Yol nəqliyyat ekspertizası zamanı deməli ekspertlər müəyyən edir ki, bu halda sürücünün avtomobili saxlamağa texniki imkanı olub ya olmayıbdır və ekspert rəyinə uyğun olaraq da burada şəxsin məsuliyyət məsələsi əmələ gəlir. Əgər şəxs özünü avtomobilin qarşısına anidən atırsa, təbii ki, burada məhkəmə ekspertiza mərkəzindən verilən ekspertdə sürücünün deməli nəqliyyat vasitəsini saxlamağa texniki imkanının olmadığına dair rəy verilir. Bu halda da sürücü məsuliyyətdən azad olur.